Bizim servisin digər servislərdən fərqi odur ki, ustalarımız peşəkarlıqla hər bir işi görülür. Salon radiatoru buranda çək, buradan buraxır. Şit tamamilə söküləcək. Mühərrikin iç semeni qırıldıqda hansı fəsadları verir. Antifriz mayesi azalması ilə yanımıza yaxınlaşıb. Salona şırıltı səsi verəndə də Yüksək keyfiyyət, ucuz qiymət. Əziz izləyicilərimiz, mən Nicat, servisin baş ustası olaraq sizi salamlayıram. Bizim servis Ford Babək prospektində yerləşir, Lider avtosalonun arxasında. Bizim servisimizdə mühərrik problemləridir. Bildiyimiz kimi Ford modellərində 1.5 turbodur, 2 turbodur, plug-in hibridlərdir. Bunlardan ən çox 1.5 turbolarda su azaltma problemləri ilə yanımıza yaxınlaşırlar. Və biz də bunu təsbit edirik ki, bunlarda qalovka, proxladka problemləri olur. Onun həlli və qarantiyalı bir şəkildə peşəkar ustalarımız tərəfindən həll edirik və müştəriyə təhvil veririk. Ondan əlavə sürətlər qutusunun yağ filtri dəyişməyidir, sonra yığılmağıdır, bublikin təmir olunmağıdır, silingər işləri də görülür. Bunlara daxildir, çaşkadır, sonra askı sistemləridir, linklərdir, stabilizator rezinləridir, qranatlardır. Bunların yenisi və ikinci əl ehtiyac hissələri, bunların hamısı mövcuddur. Və bundan da əlavə bizim servisimizdə elektrik işlərinin həll olunması, diaqnostikadır, Ford modellərində gizli özəlliklər olur ki, onların aktiv edilməsidir. Bunların hamısı bizim servisimizdə peşəkar ustalarımız tərəfindən həyata keçirilir və yaxınlaşıb yararlana bilərsiniz. Bugün bizim yanımıza yaxınlaşan Ford 1.5 mühərrikli avtomobilimiz var. Bunun salon radiatoru su buraxır, su azalmalar var. Bu hissəni tam sizə çəkib göstərəcəyim. Şit söküləcək, radiator yeni və orijinal radiatorla əvəz olunub, müştəriyə təhvil veriləcək. Bizim servisin digər servislərdən fərqi odur ki, ustalarımız peşəkarlıqla hər bir işi görülür və ondan da əlavə hər bir işə yüksək keyfiyyət və zəmanət verilir. Az öncə də qeyd etdiyim həmin Ford Fusion avtomobili yanımıza yaxınlaşıb. Antifriz mayesi azalması ilə yanımıza yaxınlaşıb. Yaxınlaşaq. Bir çox servislərdə aparıb göstərib. Antifriz mayesi bugün dababqa edirik. 1 litr 700 qram falan belə azalmalar olur. Servisimizə yaxınlaşdı. Təsbit elədik ki, antifriz mayesi salon radiatorundan buraxır. Salon radiatoru söküləcək. Gördüyünüz şit tamamilə söküləcək. Yeni radiator orijinal detallına əvəz olunub, müştəriyə təhvil veriləcək. Bəzi servislərdə bu şit sökülmək üçün qapılar falan sökülürlər. Bizim servisdə ona ehtiyac yoxdur. Gördüyünüz kimi qapılar yerində qalacaq. Ön hissə şit söküləcək. Yeni radiatorla əvəz olunub, müştəriyə təhvil veriləcək.
İndi isə sizi servisimizdə olan kampaniyalarla tanış eləmək istəyirəm. Sürətlər qutusunun yağ filtrinin dəyişməsi bizim servisimizdə 550 AZ-nə həyata keçirilir və bundan da əlavə gördüyümüz hər bir işə zəmanət veririk. Gördüyünüz kimi şit bu formada söküldü. Qapılar sökülmədən. Hal-hazırda şitimiz buradadır. Salon radiatoru buranda çək. Buradan buraxır. Elə ustalar var ki, şit sökülmədən radiatoru dəyişmək istəyirlər. Ancaq o keyfiyyətli iş alınmır. Bu turbalar buradan kəsilib calaq verilir. O iş yaxşı iş deyil. Şit bu formada sökülüb, radiatoru bu formada dəyişib yenisi ilə əvəz olmağı daha məsləhətlidir. Bizim servisimizdə bu ay ərzində mühərrikin yağ və filtrinin dəyişilməsi 90 manatdır. Bax, gördüyünüz bu yağlardan istifadə edirik biz mühərriklərə. Bunun 520-si 1.5 turbolar üçündür, 530 2 turbolar üçündür. Bu yağların Dubai versiyaları da olur. Bu yağlara da aid eləmək üçün diqqətlə fikir vermək lazımdır. Çünki burada İran hərfləri olan versiyası da var. O Dubai versiyasıdır. Çalışın, yəni allanmayın. Bunlar isə tam orijinal yağlardır. Biz mühərrik yağları dəyişən zaman Ford'un öz motokraf filtri ilə əvəz edirik. Dəyərli Ford sürücülərimiz sizə də yaxınlaşıb bu ay ərzində bu kampaniyalardan yararlana bilərsiniz. Gördüyünüz bu köhnə üstündən çıxan radiator, bunu artıq antifriz məhv eləyib. Deşiyi var, deformasiya eləyib, sürüyüb artıq bu radiator. Bu isə yeni və üstdən çıxma radiatorumuz, orijinal. Gördüyünüz salamat turbaları, normal antifrizdən işləmiş radiator. Bu radiator, yeni radiatoru şitimizin üstünə yığıb, maşının üstünə bağlayacağım. İndi isə sizə mühərrikin iç remeni haqqında məlumat vermək istəyirəm. Bəzi sürücülərimiz məlumatsızdır ki, mühərrikin iç remeni qırıldıqda hansı fəsadları verir və bu remenlər hər 50.000 kilometrdən bir dəyişmək lazımdır. Bunları dəyişmədiyiniz təqdirdə remen qırılır və həddindən artıq böyük məbləğdə ziyana düşürsünüz. Buna görə də hər 50.000 kilometrdən bir bizə yaxınlaşıb bu remenlərdən istifadə edə bilərsiniz. Bu remenlər tam orijinal remenlərdir. Biz gördüyümüz işə və satdığımız məhsula tam qarantiya veririk. Gördüyünüz kimi maşınımız hazırdır. Salon radiatoru dəyişildi, yenisi ilə əvəz olundu. Diaqnostika ilə şifraları silindi. Normal qaydasında işləyir. Antifriz əlavə olundu. İstili qaydasındadır. Bu problemdən bizə yaxınlaşa bilərsiniz. İstər su axıtma problemi olsun salona, istərsə də salona şırıltı səsi verəndə də salon radiatorundan olur. Salon radiatoru dəyişilir, şırıltı səsi də düzəlir. Siz də yaxınlaşıb bizim bu xidmətlərdən istifadə edə bilərsiniz. Yüksək keyfiyyət, ucuz qiymət.